Bayram Bayramov, Göyçək hekayə. Dağların sinəsindəki qar hələ yenicə yumşalıb əriyir, üzülmüş ətək kimi dilim-dilim olurdu. Düzənlərdəki çalaların qarı göz-göz olur, altdan əriyir, getdikcə yatıxıb gözdən itməyə başlayırdı. Qonaq gəlmiş quşların səsi, ağacların tumurcuqları pul-pul olmuş budaqlarından eşidilməkdə idi. Bunlar haradan gəldilər, bunları kim gətirdi? Hələ fevral ayında qışın oğlan çağında Mürsəl, gül çiçək toxumu satılan dükana getdi, müştəri olmadığına görə közərmiş manqalın yanında aram-aram mürcü vuran saqqallı dükançının yuxusuna haram qatdı. Dayı, mənim üçün ən gözəl, ətirli, nadir güllərin toxumundan ayrı-ayrı çək. Dükançı yuxulu gözlərini döyə-döyə başını tərpətdi, bicanə bir tərzdə mızıldandı. Çilincər qardaş, traktorların təmirini qurtardın? Mən gül çiçək toxumu istəyirəm dayı. Nərgiz, bənövşə, zambaq, ətirçə. Dedim ki, ən ətirli, ən gözəl çiçəklərin toxumunu verəsən. Hələ vaxta qalır. Mən də dedim ki, maşınları təmirdən çıxardasan. Onacan yaz gələ, vaxt vədə çata. Bir də ki, gül çiçək əkib bezərmək çilincər işi deyil. Vədəsi çatanda deyərsən, gəlib özüm bağçanı cənnətə döndərərəm. Mürsəl mazutlu, qabarlı əllərinə baxdı. Döş-döşə dayandığı kişidən bir boy hündür olan, necə deyərlər, qollu budaqlı öz gövdəsinə nəzər saldı. Nədənsə ürəyindən incə bir gizilti keçdi. Gümanı var ki, özüm də bacarıram. Sən toxumları seç. Vaxtı vədəni bilmədiyin üçün gül becərə biləcəyinə də şübhə edirəm. Hər şeyin öz vaxtı var, ay oğul. Vaxtsız əkilən gül şaxtaya düşər. Borana düşər, bitməz, zəhmətin hədər olar. Bizim yerlərin qışı sərt olur, aprelə qədər torpağın donu açılmır. Vaxtsız əkilən gül şaxtaya düşər, borana düşər, deyə Mürsəl ürəyində bir neçə dəfə təkrar etdi. Dükançı saqqalını sığallayıb gülümsündü. Gözünü Mürsəldən ayırıb sönməkdə olan manqala baxdı. Əllərini qabaq-qabağa gətirib kürkünün qollarına saldı. Nə fikrə getdin, Çilincər qardaş? Əgər vaxt vədə deyilsə, dükanı bu soyuqda nə iş açırsan? Qulluq borcumdur. Toxumları seç ver. Deməli, sözümə baxmırsan? Tələsirəm kişi, tez elə. Məndən deməkdir. Kişi əvvəlcə taxta parçasını götürüb küllənmiş manqalı yellədi, kül qalxıb onun başına ələndi. Saqqalına töküldü. Sonra o dolu torbaları bir-bir gətirdi. Hərəsindən bir üskük götürüb kağıza bükə-bükə adlarını dedi. Bu Nərgiz, bu Ətirşah, bu filan. Mürsəl həyətə gəldi. Bir il bundan əvvəl fəslin bu çağında həyətin həmin bu yerində dayanıb qonşu evin eyvanına boylanmışdı. O buraya qonşu gələn gündən həmin eyvana, həmin qıza diqqət yetirmiş, 3 gün sonra müəlliməyə eşq elan etmişdi. Dərhal da buz kimi soyuq, şaxta kimi kəskin bir cavab almışdı. Mürsəl indi həmin yerdə torpağı qazmağa başladı. Belkar görmədi, külünk gətirdi. Şaxtalı torpağı çapdı, əzdi, mümkün qədər yumşaltdı. Lap indi əkəcəyəm, becərəcəyəm, gül də açacaqdır. Ləkləri düzəltdi, toxumları səpdi, üstünü torpağı yumşağı ilə bir təhər örtdü. Su da tökdü. Həmin gecə don necə vurdusa toxumlar şaxtaya düşdü. Mürsəl gözlədi, günlər ötdü, aylar keçdi, heç bir şey çıxmadı. O hər gün sübh sağı güllərin cüzərib-cüzərmədiyini yoxlamağa çıxanda qonşuda yaşayan müəlliməni həmişə eyvanda gördü. Mürsəl yer üzünə hərarət gələn vaxt torpağı eşələdi, toxumlar tamam çürümüşdü. Qoca dükançının sözlərini yada saldı. Vaxtsız əkilən gül şaxtaya düşər, borana düşər. Aprel gəldi, quşlar gəldi, Mürsəl yenə də onlara baxa-baxa dilləndi. Bunlar haradan gəldilər? Bunları kim gətirdi? O yenidən toxum aldı. Sinəsinə hərarət gəlmiş yumşaq torpağı bellədi, toxum səpdi, su verdi. Vaxt çatan kimi ləklər göyərdi. Vaxt yetən kimi ləklər rəngdən rəngə düşdü, güllər açıldı. Mürsəl hər səhər işdən əvvəl ləklərə baş çəkib boy verən ləçəklərin çiçəkləri tanıyır. Adını deyirdi, bənövşə açdı. Bu da ətirşah, yarpaqlandı. Bax, bu gün də zambaq çiçəkləyib. Nəhayət, hər ləçəyə 7 rəng verən ətirli, rayihəli bir gül açdı. Mürsəl nə qədər diqqət yetirdi, nə qədər fikirləşdi, onun hansı çiçək olduğunu tapa bilmədi. O qonşu eyvana baxdı, müəlliməni gördü. Soruşsunmu? Cəsarət eləmədi. Hər nəysə göyçək çiçəkdir. Mürsəl həmin gülə göyçək dedi. Çiçəyin adı da onun təsəvvüründə göyçək qaldı. Çöldə işlər qızışdı. Günlər isindi, güllərin qayğısı artdı.
Alağını çəkmək, suvarmaq, daha çox baxmaq lazım idi. Bəzən Mürsəl 2-3 gün işdən evə dönə bilmirdi. Nigaran qalırdı, ancaq həyətə dönəndə çiçəkləri suvarılmış, həyəti sahmanda görürdü. O görürdü ki, göyçək qol budaq atıb, daha göyçək güllər açıb. Bir axşam işdən dönüb güllərə baş çəkəndə qonşunu eyvanda gördü. İndi onun nəzərləri uzaqlara deyil, həyətə güllərə dikilmişdi. Mürsəl göyçəyin güllərindən dərdi, bir dəstə bağladı. Qonşunun eyvanına yaxınlaşdı, gülü qızın qarşısına məhəccərin üstünə qoyub tez qayıtmaq istədi. Elə bu an hərarətli bir səs eşitdi. Çox sağ ol, özünüz becərmisiniz, dəyməz. Bu gülün adı nədir? Əsl adını bilmirəm. Özüm ad qoymuşam, göyçək. Müəllimə güldü. Bir həyətdə göyçək bir olar, iki yox. Bizim həyətdə göyçək ancaq bu güldür. Göyçək müəllimənin ürəyi çırpınsa da sözünü dedi. Gülün adını dəyiş Mürsəl, onun öz adını tap. Bəs onda bizim həyət göyçəksiz qalmazmı? Qalmaz. Mürsəl iş üstünə güllərdən arxayın getdi. Ancaq qoca dükançının sözlərini unuda bilmirdi. Hər şeyin öz vaxtı var, ay oğul, vaxtsız əkilən gül şaxtaya düşər, borana düşər.